Gəlin birlikdə mükəmməl toyuq supu bişirək. Hayda bir yine geldi. Kəs səsi görüm. İlk öncə toyuğumuzun yağsını kəsib hissələrə bölürük. Böldüyümüz toyuqları yarım saat qaynadırıq və ardından yarım stəkan vermişil götürüb qovururuq. Toyuğun kəfini təmizləyənə qədər vermişillərimiz qovuruldu. Toyuğun suyuna dad qatmaq üçün dəfnə yarpağı və sarımsaq qatırıq. Daha sonra 2 ədəd kökü rəndələyirik. 1 ədəd də soğan götürüb cıqqılı-cıqqılı doğrayırıq. Bunlara da qaba yığdıqdan sonra biraz zəncəfildən istifadə edirik. Bunlar hamısı qarışanda dadlı olur. İndi isə qaynanmış toyuqlarımızı didməliyik. Allah öldürsün səni. Ölmüş toyuğu görünə deyirəm. Qazanımıza biraz kərə yağı əlavə edib soğanımızı və kökümüzü əlavə edirik. Bir dolu xörək qaşığı undan istifadə edib qarışdırırıq. Ardından toyuğun suyunu və 4 stəkan su əlavə edirik. Su qaynayanda beymeşilimizi və toyuqlarımızı şorbamıza indiririk. Daha sonra duz, istiot, paprika, sarı kök əlavə edirik. Yaxşıca qarışdırıb verməşillərimiz yumuşalana qədər qaynadırıq. Gedirsiniz bir dənə kofe içirsiniz, qaydanda isə üzərinə bir dənə qəşəng gögərti əlavə edirsiniz. Və bu da sizə bənzəri olmayan toyuq şorbası. Səmimi bir söz deyim, siz əgər olmasaydınız mən az qalardım. Çünki bu yeməkləri vloglar üçün çəkirəm. Yoxsa mən neyimə lazımdır toyuq şorbası bişirim, pendir çörəyimi yeyərəm də. Amma yenə də arada dəyişiklik lazımdır. 2 dənə qəşəng çörək qızardıram və yeməyimizi nuş edirik. Bizi kəşfətdən izləyən yeni izləyicilər, zəhmət olmasa dəstək üçün səhifəmizi izləməyi unutmayın. Daimi izləyicilərim də heç də, onlar birbaşa ürəkdir. Göz haqqınızı hal edin, növbəti videolarda görüşərik.